Məlumatın hər hansı bir şəxsin şəxsi fikri mühakiməsi və ya marağı olmadan mövcud olduğu kimi təqdim edilməsi informasiyanın hansı xassəsidir? İnformasiyanın obyektivlik xassəsində bildirilir ki, məlumat hansısa bir şəxsin şəxsi fikrinin asılı olmamalıdır. Deməli, obyektivlik xassəsi uyğundur. Doğru cavabımız Y. Səsli məlumatları rəqəmsal siqnallara çevirərək kompüterə daxil edən qurğu hansıdır? Bu bizim giriş qurğumuz olan mikrofondur. Doğru cavabımızdır. Roma say sistemində verilmiş belə ədədlər verilib bizə. Cəmini 16 say sistemində ifadə edin. Roma say sistemində verilmiş ədədi tapaq. C 100'dür. X 10'dur. L isə 50'dir. Hesablamamızı aparsaq, olacaq C 200. Əgər X L-dən əvvəl istifadə olunubsa, deməli 50-dən 10 çıxmalıyıq 40. Çünki kiçik ədəd böyükdən sol tərəfdə yerləşərsə çıxılır, sağ tərəfdə yerləşərsə toplanılıb. Deməli C, X, L. Və bu ədədimiz olacaq 100, 247. Digər ədədimiz isə L 50. Ədədimizi yazaq. 50, 60, 74. 74 onluqda. Cəmini tapsaq 247 üstəgəl 74 bərabər olacaq 321-ə onluq say sistemində. İndi bizdən verilmiş ədədi 16-lıq say sistemində soruşur. Yəni 321-i bölməliyik 16-ya. 20 dəfə 321 yadda 1 qalıq. 20-ni də 16-ya bölsək, yenə 1 dəfə 16 4 qalıq. 1 də bölünmür. 141 olacaq. 141 16-lıqda. Doğru cavabımız A variantı. İnformasiyanın kağız və ya rəqəmsal daşıyıcılarda yerləşdirilməsi hansı prosesə aiddir? İnformasiyanın emalı, saxlanması, toplanması, ötürülməsi, qorunması. Biz hər hansı bir informasiyanı kağıza yazırıq və yaxud da hər hansı bir rəqəmsal daşıyıcıda onu saxlayırıq. Deməli, burada informasiyanın saxlanması prosesi baş verib. Doğru cavabımız B. Deməli, burada bizə diqrafın qonşuluq matrisində sıfırların sayı nə qədərdir soruşub. Sıfırların sayını soruşmaq üçün bizim 1, 2, 3, 4, 5, 6, 7. 7 təpəmiz var. 7 təpə. Yəni, biz burada qonşuluq matrisinin cədvəlini çəksək, 7 təpəmiz olduğu üçün təsəvvür edək ki, belə bir cədvəl çəkmişik. Burada bu cədvəl üzərindən 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 6, 7. Təsəvvür edək ki, belə bir cədvəl çəkmişik və biz burada təpə nöqtələrimizi qeyd edirik. 7 təpə nöqtəsi olduğuna görə bizim cədvəlimizdə 7 vur 7, 49 ədəd sıfır birlərimiz olacaq. Yəni, ümumi sıfır birlərin hamısının sayı 49 ədəddir. Çünki xanalarımızda 7 təpə var. 49. İndi bizdən sıfırların sayını soruşur. Hansı təpələr arasında yol varsa, mən sizə təpələri də çəkəcəm. F, C, D, H. K, N, M, F, C, D, H. Əgər biz burada bir-bir yolların hamısını saysaq, K-dan M-ə məsəl üçün 1, K-dan D-yə bir yol, K-dan N-ə bir yol, M-dən F-ə və C-yə bir yol, M-dən F-ə və C-yə. Bu formada bütün yolları saysaq, yəni bizim bu qrafımızda verilən oxları saymış olarıq. Yəni elə oxları sayaq. K-dan çıxan oxların sayı 3, M-dən çıxan oxların sayı 2. F-dən çıxan oxların sayı 1. D-dən heç bir ox çıxmayıb. D-yə yalnız oxlar gəlib. N-dən çıxan oxların sayı 2. C-dən çıxan oxların sayı 2. H-dan da çıxan oxların sayı 1.
Hamısının cəmini toplasaq 3, 2, 5, 6, 7, üstə gəl 4, 11. 11 oxumuz olacaq. Yəni bizim bu cədvəlimizdə çəkdiyimiz cədvəldə 11 ədəd 1 olacaq. Bəs o zaman nə qədər 0 olar? Əgər 49 ədəd 0 birimiz varsa, 11 ədəd də birimiz varsa, 49-dan 11 çıxsaq, 38 ədəd sıfırımız qalacaq. Doğru cavabımız C. Kompüterə quraşdırılmış yeni bir qurğunu tanımağa və istifadə etməyə imkan verən proqram hansıdır? Burada sistem proqram təminatının xidməti proqramlarına aid olan driverdan söhbət gedir. Periferiya qurğularını kompüterə tanıtmağa kömək edən proqramdır driver. Doğru cavabımız Y. Fərdi kompüterlə beyni adlandırılan qurğu hansıdır? Təbii ki, burada prosesordan söhbət gedir. Kompüterlə prosesor idarə edir, hesab məntiq qurğusudur həmçinin. Ona beyin də deyilir. Doğru cavabımız A. Deməli, S simvolunun kodunu soruşur. Bizdən S simvolunun kodunu tapmaq üçün A-dan ödə kiçik S-ni soruşur. Yəni, bu cədvəldə böyük ədədlərlə kiçik ədədlər arasında 32 qədər fərq var. A 97-dirsə, bu zaman B 98 olacaq, C isə 99 olacaq, kiçik C. 99 onluq say sistemindədir. Bizdən isə 8-likdə soruşur. 99-u onluq say sistemini 8-li say sistemini çevirmək istəsəm, 8-ə bölərəm, düşəcək 12 dəfə, 96 qalıq 3. 12 də 8-ə bölündüyü üçün davam edirəm, 1 dəfə 8 qalıq 4. Cavab olacaq 143, 8-lik də. Deməli, cədvəlimizdə kiçik A-dan sonra B, sonra C gəlib 99 olub qiyməti. Onluq say sistemini 8-liyə çevirdikdə cavab olacaq 143. 1, 4, 3. Yəni B. Hansı variantda fiziki modelə nümunə göstərilmişdir? İnformasiya modelləri sözlə təsvir, sxem, cədvəl, şəkil, qrafikdir, tənliklər. Fiziki modeli isə daha çox fiziki obyektlərdir. Riyazi tənlik informasiyadır, diaqramlar, informasiya bazası, sözlədir, cədvəl məlumatı. Bunların hər bir informasiyadır. Təyyarə maketi isə fiziki obyektdir. Ona görə də maddi modeldir. Doğru cavab B. Aşağıdakılardan hansı sistem proqram təminatına daxil deyil? Əməliyyat sistemi, driver, antivirus, utilit, bunların hər biri əməliyyat sistemi sistem proqram təminatının əsas sistemidir. Driver, antivirus, utilitlər isə xidməti proqramlardır. Oracle isə tətbiqi proqram təminatına verilənlər bazasına aiddir. Yəni, sistem proqram təminatına daxil deyil. Doğru cavab D. Baytlarla kodlaşdırılmış məlumata əsasən simvolların sayını tapın. Baytlarla kodlaşdırılmış dediyinə görə bir baytımız 8 bitdir. Yəni 8 ədəd 0-1-dən ibarətdir. Biz burada 0-1-lərin sayını tapıb baytlara görə uyğunlaşdırmalıyıq. Ümumi neçə ədəd? Yəni 8-8 bölməliyik və yaxud da ümumi simvolları tapıb 8-ə bölməliyik. Mən 3-3 bölüb sayacağım. Və yaxud da 4-4-də bölmək olar. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yəni 40 simvolumuz var bizim. 40 simvol. Və bizə baytlarla deyib. 40-ı da böldükdə 8-ə olacaq 5. Cavab olacaq 5. Y variantı. Ümumi 0-1-lərin sayı 40-dır. Baytlarla böldüyümüz üçün olacaq 5 simvol. Prosesorun tak tezliyinin ölçü vahidi hansıdır? Tezlik gigahertzlərlə ölçülür. Doğru cavabımız D. İnformasiyanın modeli dəyişməz qalıbsa, bu model necə adlanır? Əgər model zamana görə dəyişmirsə, bunlar statik modellərdir. Dəyişən modellər isə dinamik olur. Doğru cavabımız A. Aşağıdakı informasiyalardan hansında aktuallıq xassiyəsi pozulub? Aktuallıq xassiyəsi cari zamana uyğun olmayan informasiya istifadə olunduqda pozulmuş olur. Məhsulun qiymətini bugünkü bazar dəyərinə uyğun təyin etmək. Bugünkü bazar olduğuna görə burada pozula bilməz. Yeni dərc edilmiş elmi jurnaldan sitat gətirmək.
Bu da ödəyib. 3 gün əvvəlki valyuta məzənnəsi ilə hesablama aparmaq. Burada aktuallıq xassəsi pozulmuş olub. Valyuta məzənnəsi gündəlik olaraq dəyişdiyi üçün hər gün yeni valyuta məzənnəsindən istifadə olunur. Hazırda keçərli olan vergi dərəcələri ilə ödənişləri aparmaq, bu da cari zamana uyğundur. Cari elm məktəb dərslikləri təhsil vermək cari zamana uyğundur. Amma 3 gün əvvəlki valyuta məzənnəsi ilə hesablama aparmaq aktuallıq xassəsini pozmuş olur. Doğru cavabımız C. Məlumatı fırlanan maqnit disklər üzərində saxlamaq üçün istifadə olunan ən böyük həcmli daimi yaddaş qurğusu hansıdır? Bizə maqnit disklər deyib. Maqnit disklər fırlanıb və ən böyük həcmli yaddaş qurğusu deyib. Bu zaman HDD nəzərdə tutulub. Doğru cavabımız B. Ən kiçik ədədi müəyyən edin. Bu arada ən kiçik ədəd necə müəyyən olunur? Bütün ədədlərin uzunluğu eynidir. Yəni hər biri 8 simvoldan ibarətdir. Adi qaydada müqayisə aparırıq. 101, 110, 110. Deməli bu kiçikdir. Hələ ki C ilə Y kiçik ola bilməz. Bu da 110 ilə başlayıb kiçik ola bilməz. Qaldı A və D variantı. İkisini müqayisə etsək 1, 0, 1, 0, 1, 1, 1. Bu sonu 1 ilə bitib. Bu da sonu isə 0 ilə bitib ədəd. Bu kimi eynidir. Deməli, ən kiçik olacaq ilə A variantı. Adi ədədlərin müqayisə üsulu ilə bir-bir müqayisə edirik. Sərt diskdə məlumatın oxunub yazıldığı ən kiçik yaddaş bloku nə adlanır? Ən kiçik yaddaş blokuna sektor deyil. Bir sektorumuz 512 baytdan ibarətdir. Doğru cavabımız olacaq C. Bir kənddə 700 müxtəlif ev mövcuddur. Bu evlərin hər birinə bənzərsiz ikilik kod nömrəsi vermək üçün ən az neçə bit lazımdır? 700 müxtəlif evi Hartley düsturu ilə ikilik kodlar formasında yazsaq, əgər əlifbanın gücü 700-dürsə, 2 I. I-yə ən yaxın ədəd, yəni 700 yerləşir 512 ilə 1024-ün arasında. Yəni 700, 512 ilə 1024-ün arasında yerləşir. 2 + 9 və 2 + 10 arasında. 2 + 9 az olduğu üçün biz 700 müxtəlif evi 2 + 10 əlifba ilə kodlaşdıra bilərik. Yəni 10 bitlə. Doğru cavabımız olacaq A. Diskin cari vəziyyətini təhlil edərək zədələnmiş sektorları müəyyən edən və xətaları aradan qaldırmağa imkan verən proqram hansıdır? Burada cari vəziyyəti təhlil edən və xətaları aradan qaldıran proqram ScanDiskdir. Arxivatorlar sıxlaşdırma proqramıdır. Disk yanıb təmizləmək üçündür. Lazımsız faylları təmizləyir. Antivirus zərərli proqramları təmizləyir. Disk defragmenter isə diski optimallaşdırmaq üçündür. Doğru cavabımız olacaqdır. 2, 4, 5, 7 rəqəmlərindən rəqəmləri təkrarlanmayan neçə müxtəlif 4 rəqəmli ədəd düzəltmək olar? Deməli, rəqəmləri təkrarlanmayan və 4 rəqəmli ədəd soruşur bizdən. 2, 4, 5, 7. Hər birindən bir dəfə birincidə istifadə edə bilərəm. Yəni 4 rəqəmli 4-dən də istifadə etmək mümkündür. Çünki təkrarlanmayan soruşur. İkincidə isə mən 4 rəqəmdən birini birincidə istifadə etdimsə, artıq yerdə qalan 3-ünü istifadə edə bilərəm. Çünki rəqəmlər təkrarlanmamalıdır. Üçüncü yerdə isə cəmi ikisini istifadə edə bilərəm. Çünki 4 rəqəmdən bir dəfə birini, bir dəfə də birini əvvəldə istifadə etdiyim üçün yerdə 2 rəqəm qalır. Sonuncu yerdə isə yalnız bir rəqəmim qalacaq. 4, 3, 2, 1 solu. Bunların hasilini tapsam, olacaq 24. Doğru cavabımız B variantı. Aşağıdakı RGB modelində hansı kod düzgün deyil? RGB modelində kodumuz 0000-dan, yəni qaradan 255 və 255-ə kimi rəng ala bilir. Burada variantlarda 4 hissə düşür. Bu yanlışdır. Yəni doğru variant olacaq 0, 0, 0, 255, 255, 255. Biz bu variantlardan belə silsək,
Burada yanlış olub. Səhvən düşüb. Variantlara baxaq. 230, 120, 250. Yəni hər bir hissə 255-i keçməməlidir. 230, 120, 250 doğrudur. 128, 128, 30 doğrudur. 1, 0, 1 doğrudur. 255, 254, 0 doğrudur. 113, 28, 265. 265 artıq 255-i keçdiyinə görə doğru kod deyil. Doğru cavabımız olacaq Y. Hansı obyektdən yalnız qoxu informasiyası qəbul edilə bilər? İsti kərpic, bu bizə qoxu informasiyası verməyəcək. Şüşə pəncərəsi heç bir qoxu informasiyası ala bilmərik. Yaşıl rəngi görürük. Telefon titrəyişini biz hiss edirik, yalnız qoxusu olmur. Qaz sızmasında isə qaz sızmasının qoxusu ola bilir. Doğru cavabımız C. Doğru olmayan fikirləri seçin. Qrafik redaktorlar müxtəlif formalı şəkil yaratmağa imkan verən proqramlardır. Bu doğrudur. Bizdən isə doğru olmayanı soruşur. Verilənlər bazasının idarə olunması sistemləri müxtəlif riyazi, maliyyə və statistik hesablamaların aparılmasına imkan verir. Bu yanlışdır. Yəni doğru deyil. 2. Yəni sistem riyazi hesablamanı, maliyyəni Excel vasitəsilə, yəni elektron cədvəllərlə aparmaq mümkündür. Elektron cədvəllər mətn və qrafik redaktorların imkanlarını özündə birləşdirir, sənədləri nəşrə hazırlığını avtomatlaşdırır. Bu isə nəşriyyat sisteminə aiddir, yəni doğru deyil. 3. Təqdimat proqramları informasiyanı multimedia şəklində təqdim edir, slaydlar adlanan hissələrdən ibarətdir. Bu doğrudur. Doğrudur. 5-də mətn redaktorlar verilənlər bazasını idarə etmək üçün nəzərdə tutulub. Xeyr, mətn redaktorları yəni sənədlərlə iş üçün nəzərdə tutulub. 5 doğru deyil. Doğru cavablar olacaq 2, 3, 5. 532 n ədədində n əsasının yerinə yazıla biləcək ən kiçik qiymət hansıdır? Ən kiçik qiymət soruşur. 5, 3, 2 verildiyinə görə hansı n say sistemi? Təbii ki, 5-ə kimi heç bir ədəd yazıla bilməz. Yalnız 6 və 6-dan böyük ədədlər yazıla bilər. Ən kiçiyi də 6 olacaq. N bərabərdir 6. Cavab 6-dır. Aşağıdakılardan hansı kompüterin sistem lövhəsi üzərində yerləşir? Sistem lövhəsi üzərində yerləşir prosesor 1, kamera yerləşmir, optik disk yerləşə bilməz, səs kartı doğrudur. Sərt disk sistem lövhəsində yerləşmir. Mərkəzi sistem blokun daxilində olsa belə, sistem lövhəsi üzərində deyil. Əməli yaddaş isə sistem lövhəsi üzərindədir. Oldu 1, 4, 6. Prosesor, səs kartı və əməli yaddaş. 64,4 onluq ədədini 16-lıq say sisteminə çevirsə, neçə rəqəmli ədəd alınır? 64 üstü 4. Bunu yaza bilsək biz 2 üstü 4 16 və üstü 6. Olacaq 16 üstü 6. Yəni ədədi belə yaza bilərik. İndi bir üsul var ki, onluq say sistemini 16-lıq say sisteminə keçirdikdə, əgər ədəd 16-nın özünün qüvvətidirsə, 1 yazıb qüvvəti qədər də 0 əlavə edə bilirik. Yəni 6 dənə 0, 1, sonra 6 dənə 0. Cəmi oldu neçə rəqəmli ədəd? 7 rəqəmli ədəd olacaq. 7 rəqəmli, cavab 7. Uyğunluğu müəyyən edin. Raster qrafikası, vektor qrafikası və 3 ölçülü qrafika verilib bizə. Raster qrafikasına aiddir TughPaint və Photoshop. D, Y. Vektor qrafikasına aiddir Adobe Illustrator, CorelDRAW. 3 ölçülü qrafikaya isə Google SketchUp. Yəni 1 DY, 2 AC, 3 isə B. 2A1 5'li say sistemində, üstəgəl 23 onluq say sistemində bərabərdir 5Y 16 bərabərliyinə əsasən A rəqəmini müəyyən edin. Daha sonra tapılmış A rəqəmi ilə 112-likdə ədədinin hasilini onluq say sistemində hesablayın. Deməli, əvvəlcə hər ədədi onluq say sisteminə çevirək. 2A1 5'likdə onluq say sisteminə çevirmək istəsəm 0, 1, 2 yazsam üstünə
2 vurulsun 5'in kvadratı. Üstə gəl A vurulsun 5. A vur 5 üstü 1. Üstə gəl 1. Yəni 1 vurulsun 5 üstü 0 deməkdir. Bu zaman alacağım 51. 25'in kvadratı 50. 5'in kvadratı 25. 25 2 50. Üstə gəl 1 51. Üstə gəl 5A. 5Y ədədini 16'lı say sistemindən çevirmək istəsək, 5 vurulsun 16 üstə gəl 14 edəcək. Olacaq 94 onluqda. 23 ədədi də onsuz da onluq say sistemindədir. Bunların cəmini tapsaq, olacaq 51 onluqda. Üzərinə gələk 5A onluqda. Üstünə də gələk 23 onluqda bərabərdir 96. Buradan A-nı tapa bilərik. 51 üstə gəl 23 olacaq 74. 94'dən də 74 çıxıb. Bölsək 5'ə alınacaq 4 tərəfə. Deməli A-mız 4'dür. 5'li say sistemində 4'dür. İndi hasilini tapaq. Deyə tapdığınız dövdü 112'li say sistemində hasilini tapın. 110 ikili say sistemində olacaq 2 üstü 0, 2 üstü 1, 2 üstü 2, yəni 6. 6'nı da dövdə vurduqda olacaq 24. Deməli cavab 24'dür. Fayl 2 dəfə sıxılır və hər sıxılma faylın 5'də 1 hissəsini azaldır. Sıxılmadan əvvəl fayl 3200 bayt idi. Sıxılmadan sonra faylın həcmi neçə kilobayt olacaq? Deməli, burada faylımız ümumilikdə 3200 baytdan ibarətdir. Hər sıxılma faylın 5'də 1 hissəsini azaldır. Bu deməkdir ki, 5'də 1 hissəsi 20% deməkdir. 100'ün 5'də 1'i olacaq 20%. 20% sıxılıbsa, yerdə qalıb 80%. 80%imiz də 0,8'dir. İndi bizim faylımız 2 dəfə ardıcıl sıxılıb. Yəni 3200'ü vursaq 0,8'ə çıxacaq 2560 bayt. Və aldığı cavabı bir daha sıxıb 2560'ı bir daha 0,8'ə vursaq alacaq 2048 bayt. Alarıq 2048 bayt. Və bizdən sonra nəticəni kilobaytla soruşur. 2048'i də bölsək 1024'də olacaq 2 kilobayt. Cavab 2 kilobayt olacaq. Unicode sistemində kodlaşdırılmış 3 səhifəli sənədin birinci səhifəsindəki simvol sayı ikinci səhifəsindəkindən 3 dəfə az, üçüncü səhifədəkindən isə 2 dəfə çoxdur. Sənəd yaddaşda cəmi 540 bayt yer tutursa, ikinci səhifədə olan simvol sayını tapın. Deməli, Unicode-da təsəvvür edək ki, bizə 3 səhifə verilib. Burada ən az səhifə hansındadır? Üçüncüdə ən azdır. Birincidə üçüncüdən 2 dəfə çoxdur. İkincidə isə birincidən də 2 dəfə çoxdur. 3 dəfə çoxdur. Yəni 6x-dır. 1x-dırsa birinci olacaq 2x, o bir olacaq 6x. Və Unicode-da kodlaşdırılıb. Yəni bunların hər birini biz vurmalıyıq 2 bayta. Cəmini vurmalıyıq 2 bayta. Və cavab həcmimiz verib bizə 540 bayt. 540 baytdırsa, indi hesablayaq. 2x, 6x, üstə gəl x. Bu 2 bərabərdir 540 və hər ikisi baytdır. Heç bir çevirmə etməyə ehtiyac qalmadı. 9x bərabərdir 540 böl 2. X da bərabər olacaq 30. 30 oldu. 30 indi bizim x-imiz, yəni 3-cü səhifəmiz 30-dursa, birinci səhifəmiz olacaq 60. Bu bir səhifəmiz isə, ikinci səhifəmiz isə olacaq 180. 180. Bizdən isə ikinci səhifəni soruşur. İkinci səhifə olacaq 180, yəni 30 vur 60.